Salam değerli izleyicilerim, hər vaxtınız xeyirli olsun. Videoya keçməzdən öncə sizlərdən xahişim videonu bəyənib kanala abunə olmağınızdır. Bugün qışa hazırlıq üçün ən dadlı badımcan ikrası hazırlayıram. 1 kiloqram qırmızı, 600 qram yaşıl biberdən istifadə edirəm. Öncədən isidilmiş sobada biberləri, ardından badımcanı, ən sonda isə pomidoru bişiririk. Digər tərəfdə isə 1 kiloqram soğanın qabığını təmizləyib doğrayırıq. İstifadə etdiyim ərzaqların miqdarını tam dəqiqliklə videonun açıqlama hissəsində də qeyd etdim. Soğanı doğrayıb hazırladıqdan sonra bişirəcəyim qazana 2 stəkan qarğıdalı yağ əlavə edirəm. Üzərinə soğanı əlavə edib bir qədər yağda qovururuq. Belə desək tam qovurmuruq, sadəcə bir qədər yumuşamasını gözləyirik. 600 qram kökdən də istifadə edirik. Kökün qabığını təmizlədikdən sonra sürtgəcin iri gözündən keçirirəm. Sizlər istəsəniz doğrayıb və ya ət maşınına keçirə bilərsiniz. Badımcanlar bir müddət bişdikdən sonra hər birinə bir dəfə bıçaq batırdıqdan sonra yenidən sobaya verdim və yaxşı bişdikdən sonra geniş bir qaba əlavə edirəm. Üzərinə paket və ya qapaq yerləşdirirəm. Həmçinin biberlər də eyni qaydada qapaq altına gözlədirik. Ardından rahatlıqla qabığını təmizləmək olur. Tərəvəzlərin qabığını təmizlədikdən sonra indi isə doğrayırıq. Əgər sizdə manqal varsa, yəni buna şərait varsa, sizlər tərəvəzləri manqalda közləyə bilərsiniz. Xanımlar, kanalımda bir çox qışa hazırlıq üçün videolar var. İstəsəniz kanala daxil olub həmin videolardan yararlanıb qışa öz tədarükünüzü görə bilərsiniz. Soğan bir qədər yumuşadıqdan sonra üzərinə kök əlavə edirik. Bir dəfə qarışdırdıqdan sonra qapaq altında orta odda soğanla kökün birlikdə bişməsini gözləyirik. Soğan və kök bişməyə davam etsin, biz də digər tərəvəzləri hazırlayaq. 6 diş sarımsaqdan da istifadə edirik. Sarımsaqları da doğrayırıq. Pomidorları da doğrayırıq. Əgər həddən artıq suyu çıxarsa, həmin suyu süzərək yalnız pomidorun özünü istifadə edə bilərsiniz. Soğan və kök yetəri qədər qovrulduqdan sonra üzərinə doğradığımız tərəvəzləri əlavə edirik. Unutmadan qeyd edim, 2 ədəd acı biberdən də istifadə etdim. Əgər sevmirsinizsə istifadə etməyə bilərsiniz və ya miqdarını artıra da bilərsiniz. 2 xörək qaşığı duz əlavə edirik. Yəni tam dolu olmayan 2 xörək qaşığı duz əlavə edib yaxşıca qarışdırıb qısıq odda bişiririk. Tez-tez qarışdırmaq lazımdır, dibi tutmasın. Bildiyimiz kimi tərəvəzlər öncədən bir qədər sobada bişmişdi. Yenidən qazana əlavə etdikdən sonra qapaq altında orta odda tez-tez qarışdıraraq nəzarətsiz qoymadan 1 saat 10 dəqiqə müddətində ikranı bişirdik. Artıq hazırdır. Hazır olduqdan sonra blenderdən keçiririk. Əgər blender yoxdursa, siz ət maşınından istifadə edə bilərsiniz. Ocaqdan almadan elə ocağın üzərində blenderdən keçirdim. İkranı blenderdən keçirdikdən sonra yenə də təxminən 30-35 dəqiqə müddətində qazanın qapağını bağlamadan ara-ara qarışdıraraq bişiririk. Siz bu əsnada 4%li 2 və ya 3 xörək qaşığı üzüm sirkəsi də əlavə edə bilərsiniz. Mən üzüm sirkəsindən istifadə etmədim. Tam 35 dəqiqə müddətində ikranı bişirdim. Ocaqdan almadan elə ocağın üzərindəcə isti-isti öncədən yuyub quruladığım bankaları əlavə edirəm. Bankaya bir qədər əlavə etdikdən sonra qaşıqla içərisinə yenidən toxunuruq. İçərisində əgər qabarcıqlar varsa, həmin qabarcıqlar çıxsın deyə. Yenə də bankaları əlavə etməyə davam edirik. Dəyərli izləyicilərim, ikra artıq hazırdır. Qaynatmağa ehtiyac yoxdur. Yaxşı olar ki, soyuducuda və ya sərin qaranlıq yerdə saxlayasınız. İnanılmaz dadlı, ləzzətli, mükəmməl bir ikra alındı. Sizlərə də bu üsulla hazırlamağı tövsiyə edirəm. Dəyərli izləyicilərim, əgər video sizlərə yararlı, faydalı olursa, videonu bəyənib kanala abunə olmağı unutmayın. Hələlik.